Salam, hörmətli müəllimlər, əziz tələbələr və yoldaşlar. Bu gün sizlərlə bərabər bir neçə məsələnin izahına birlikdə baxaq. Deməli, məsələ nədən ibarətdir? Belə bir deməli Excel faylı, Excel iş vərəqi görürsüz. Biz əvvəlcə iki xananı birləşdirmək haqqında danışırıq. Biz bir neçə xananı birləşdirə bilərik. Bunun üçün biz diapazon yaradan üstəgəlməkdən istifadə edirik. Diapazon üstəgəlməyi nədir? Bax, ekranda göstərdiyim bu üstəgəlmək diapazon üstəgəlməyidir. Hər hansı xananın üzərinə gəldikdə həmin üstəgəlmək yaranmış olur. Baxın, tam ortasına gəldikdə, kənara çıxdıqda yox, amma tam ortaya gəldikdə. Mouse'un sol düyməsini basıb saxlayıram və iki xananı seçirəm. Daha sonra Merge and Center edirəm və xanaları birləşdirmiş oluram. Deməli, mən bu gün sizlərlə bərabər hesablayacağım məsələ olacaq yaş məsələsi. Qeyd edirəm bura, yaşın hesablanması. Deməli, yaşın hesablanması. Qeyd edirik, hesablanması. Gəlin görək, yaş necə hesablanır, əziz hörmətli yoldaşlar. Deməli, bu arada qeyd etmək istəyirəm ki, xananın daxilində olan mətnlərin formasıdır, yazılışıdır, onların düzülüşüdür, onların funksiyalarıdır. Ümumiyyətlə, onlar haqqında bütün məlumatları əldə edə bilərsiniz. Necə? Təbii ki, bizim ofis proqramlarımıza qoşularaq, kursumuza qoşularaq əldə edə bilərsiniz. Deməli, burada bir təvəllüd var. Qeyd etmək istəyirəm ki, təvəllüd, ay, il və gün, bunlar müxtəlif ola bilir. Fikir verin, mənim kompüterimdə hal-hazırda aşağı hissədə sizə göstərməyə çalışıram. Necədir? Slashlə ayrılıb. Yəni sizin kompüterinizdə bu nöqtə ilə, 2 nöqtə ilə, virgüllə ayrıla bilər. Deməli, 5-ci ay 21 2025. Gəlin görək bu təvəllüddə olan uşağın neçə yaşı var. Biz bunu öyrənmək üçün əlbəttə ki, ilk növbədə biz başa düşməliyik ki, biz müxtəlif funksiyalar bilməliyik. Funksiyaları da bilmək üçün sizin mütləq şəkildə yenə də qeyd edirəm ki, bir dəfə yox, bir neçə dəfə bunu praktik olaraq yerinə yetirməyiniz lazımdır. Deməli, gəlin baxaq. Birinci növbədə funksiyamızı qeyd edirik. Funksiya və düsturu yazmaq üçün biz mütləq bərabər işarəsi qeyd etməliyik. Bərabər qoyuram. Data və burada artıq diff funksiyasını, data diff funksiyasını qeyd edirəm. Data diff. Daha sonra mötərizəmi qeyd edirəm. Mötərizəmi qeyd edəndən sonra yazdığım təvəllüdü qeyd edirəm. Vergül, yenə də deyirəm, baxın mən burada vergül qoyacağam. Sizdə nöqtə ola bilər, nöqtəli vergül ola bilər, 2 nöqtə ola bilər. Bu sizdə müxtəlif ola bilər. Çünki niyə? Hər bir kompüterin default rejimi fərqlidir. Today, yəni söhbət bu gündən gedir. Yenə mən vergüldən istifadə edəcəm. Sizdə nöqtə və yaxud da nöqtəli vergül ola bilər və mən burada yaş olaraq dırnaq içərisinə alacağam və mötərizəmi bağlamış olacağam və uşağımızın neçə yaşı olacaq? 11 yaşı olacaq və budur ekranlara tam şəkildə çıxmış oldu. Əla, super, möhtəşəm. Həqiqətən də funksiyaları öyrənmək üçün birinci növbədə biz başa düşməliyik ki, funksiyanı qeyd etdikdə bərabər, mütləq bərabər yazmaq lazımdır və hər funksiyanın da öz mənası və açıqlaması var. Bu kimi funksiyaları öyrənmək üçün kanala abunə olun, bizi dəstəkləyin, bəyənin, rəylər yazın və mütləq şəkildə sizin qarşınıza çıxacaq. Mütləq və mütləq şəkildə bundan daha çoxunu öyrənmək üçün isə müraciət etmək lazımdır. Müraciət etmək üçün əlaqə nömrəsi burada qeyd edəcəm. 050 428 21 73.